Vilayət Eyvazovun xəbəri yoxdur bunlardan. Gəlib desin ki, cinlər və dinə filankasının ağzını bağla. Mehman Hüseynov hər gün Vilayət Eyvazovu ailəsinə söyüş söyür. Yoxudur, 7-10 manat yoxudur. Danışır. Yüzünün nuruna bax, effekt qaşa bax. Allaha qurban, necə qaş verib buna. Bax, necə mıncıq. Hele bil o dünyada mələkləri aldırtdırıb qaşını göndərtdirib. Həqiqətən ha. Ata da deyir mənim oğlum var. Ana da deyir mənim oğlum var. Yəni biz Polad Həşimov vermişik. Biz Mübariz İbrahimov vermişik. Biz Pəncəli Teymurov vermişik. Bax. Bir de bu var. Bir de bu var ha kişi. Bizim Həzi Aslanovumuz var. Bir de bu var. Heç nə saxlamayacağım. Bir ay, hər gün. Söz verirəm. Eləməsəm kişi deyirəm. Bax, bir ay hər gün vaxt ayıracağım. Eləməsəm də yadıma salın mənim. Ola bilsin işim olsun. 3 saniyədə olsa video atacağım hər gün. Hər gün video çəkəcəm. Polisləri söyləyəcəm ki, birbaşa buna tədbir görsünlər. Patrulazın rəhbərliyinə yazacağım, yığacağım, birbaşa bundan video paylaşdırsınlar. Paylaşmasalar onları da saplayacağım. Bax, bunu mən sizə deyirəm. Celsini necə tutturdum, bunu da tutturacağım. Celsi getdi 2 ay içəri, çıxanda görəcəz necə dovşan olacaq. Bismillahla danışacaq cəmaatla. Bacılarım, qardaşlarım deyəcək cəmaata. Söyüş yazanlara Sübhanallah deyəcək. Eynisini eləyəcək. Sabırlı olun. Bu hələ gülür. Tezi də gülürdü axır vaxtları. İçirdi zadı, ləzzət eləyirdi. Bir o son gülən iyi gülür. Bunlar elə bilirlər ki, dövlət mənə xain bilir. Mən xain zad bilmir. Xain bilsələr mənim sapladıqlarımı tutmazlar. Hakkı danışan xain olmur. Torpaqları satan xain olur. Düşmənə satqınlıq edən xain olur. Yer deyən xain olur. Sursatların yerini deyən xain olur. Əraziləri deyən xain olur. Ölkədən qırağa məlumat tatdıran xain olur. Hakkı danışan xain olmur. Milləti aldatmağa çalışanların qarşısını alan xain olmur. Burada insanlar yaşayırsınız, yaşaya bilmirsiniz deyənlər xain olmur. Mənə heç kəs xain görmür. Xain görsəydi də çıxıb oturardı mənim xəbərlərdə videomu paylaşacaqdı. Deyərlər ki, ali məhkəmənin qərarı var ki, Əli xaindir. Var belə bir qərar? Yoxdur. Deməli nədir? Xain deyirlər. Başa düşdün? 3-4 nəfərin ortada çıxıb bu adamı xaindir deməklə insan xain olmur. You know? You understand? Pis olacaq bunlar üçün. Sən universitet oxuysan, valideynlərin sən üçün kursa yazır səni müəllim yanına göndərir, məktəb pulu, illik pulu verir, kirayəvi verir, yeməyi, geyimi alır. 4 il ərzində bəlkə sən üçün 40 min pul xərcləyir, gedib 500 manatlıq işdə işləyirsən. Heç bir şey eləmir, oturur bir dənə kart açır yalandan, sağa baxır, 3 dənə yalan atır, 1000 manat qazanır. Mən şəxsən istəmirəm. Mən istəmirəm. Kısıtlama yazdı. Açıp tazdan bağlı.